Qoç. Bugün maliyyə mövzuları sənin üçün əsas gündəm olacaq. Gözləmədiyin bir yerdən pul xəbəri ala bilərsən. Köhnə borc məsələsi yenidən gündəmə gələ bilər. Riskli xərclərdən uzaq durmaq ağıllı seçim olar. Ani qazanc fürsəti səni həyəcanlandıra bilər. Amma hər təklifə dərhal hər demə. İş mühitində maddi mövzuda müzakirə ola bilər. Rəhbərliklə maaş və ya bonus söhbəti açıla bilər. Pulunu necə idarə etdiyin bugün çox önəmlidir. Lazımsız alış-veriş istəyi arta bilər. Büdcəni qorusan günün sonunda rahatlayacaqsan. Kiçik məbləğlər gələcəkdə böyük qazanca çevrilə bilər. Şəxsi iş qurmaqla bağlı fikir yarana bilər. Planlarını hələlik özündə saxla. Axşam saatlarında pul enerjin yüksəlir. Şans oyunları ilə bağlı içində maraq ola bilər. Amma ehtiyatlı ol, ölçünü aşma. Maddi güvən hissi yavaş-yavaş formalaşır. Səbr etsən, qazanan tərəf sən olacaqsan. Bugün pul dərsi sənə çox şey öyrədəcək. Buğa. Pul enerjin bugün olduqca güclüdür. Maddi mövzuda stabil qərarlar verə bilərsən. Uzun müddətdir gözlədiyin ödəniş gələ bilər. Bank, kredit və ya borc məsələləri gündəmdə ola bilər. Xərclərini planlamaq üçün uyğun gündür. Gəlirini artırmaq üçün yeni yol axtara bilərsən. İş yoldaşından maraqlı maliyyə təklifi ala bilərsən. Bu təklif gələcək üçün faydalı ola bilər. Əmlak və ya torpaq mövzusu diqqətini çəkə bilər. Pulunu təhlükəsiz sahəyə yönəltmək istəyə bilərsən. Emosional xərclərdən qaçmaq vacibdir. Bugün səbirli olsan, qazancın artar. Kiçik qənaətlər böyük rahatlıq gətirəcək. Axşam saatlarında maliyyə ilə bağlı sevindirici xəbər mümkündür. Öz dəyərini maddi olaraq daha yaxşı anlayırsan. Əziyyətinin qarşılığı yavaş-yavaş gəlir. Tələsik qərarlar vermə. Pul səni sevir, amma səbr istəyir. Ailənlə pul mövzusunda danışıq ola bilər. Doğru balans tapılacaq. Əkizlər. Bugün pul mövzularında sürprizlərlə doludur. Gəlir və xərclər arasında balans qurmaq çətin ola bilər. Ani alış-veriş istəyi arta bilər. Özünü saxlamasan büdcə sarsıla bilər. Eyni anda iki fərqli qazanc ideyası yarana bilər. Hansının real olduğunu yaxşı analiz et. İşlə bağlı əlavə qazanc imkanı çıxa bilər. Amma vaxt məsələsi səni düşündürəcək. Sosial çevrəndən pul söhbətləri eşidə bilərsən. Bu söhbətlər sənə yeni fikir verəcək. Borc almaq və ya vermək mövzusu gündəmə gələ bilər. Bu mövzuda diqqətli ol. Sözlə verilən vədlərə aldanma. Sənədləşmə varsa problem olmaz. Axşam saatlarında maddi rahatlama hissi gəlir. Kiçik, amma sevindirici pul xəbəri ala bilərsən. İnternet və ya sosial media üzərindən qazanc ideyası yarana bilər. Riskli yatırımlardan uzaq dur. Bugünkü pul dərsi səni gələcəyə hazırlayır. Düşünərək addım atsan, uduzmazsan. Xərçəng. Pul mövzusu bugün səni emosional təsirləndirə bilər. Ailə ilə bağlı maddi məsuliyyət arta bilər. Ev xərcləri gözlədiyindən çox ola bilər. Amma panikaya düşmə. Sakit qərar versən, hər şey yoluna düşər. Köhnə bir maliyyə problemi həllini tapa bilər. Bu sənə rahatlıq verəcək. İşlə bağlı gəlir sabitləşə bilər. Maaşla bağlı ümidin artacaq. Yığım etmək istəyi güclənir. Gələcək üçün pul saxlamaq düzgün addımdır. Duyğusal alış-verişdən qaç. Başqasına kömək etmək üçün pul xərcləyə bilərsən. Bu yaxşı niyyətlə olacaq. Axşam saatlarında maddi baxımdan sevindirici xəbər mümkündür. Pulun enerjisi evinə axır. Kiçik dəyişikliklər böyük rahatlıq gətirir. Öz dəyərini ucuz satma. Əməyin qarşılığını tələb et. Pul qorxusu azalır. Güvən hissi artır. Şir. Bugün pul və güc mövzuları ön plandadır. Maddi baxımdan iddialı hiss edəcəksən. Özünü daha dəyərli görməyə başlayırsan. İş mühitində qazancla bağlı rəqabət ola bilər. Amma sən öndə olacaqsan.
Liderliyini maddi sahədə göstərə bilərsən. Yeni layihə pul gətirə bilər. Amma nəticə üçün zaman lazımdır. Böyük xərclərə meyl arta bilər. Status üçün pul xərcləmək istəyə bilərsən. Bir az səbr etsən, daha ağıllı seçim edərsən. Axşam saatlarında pul xəbəri motivasiyanı artıracaq. Bonus və ya əlavə gəlir ehtimalı var, öz dəyərini bilmək pul enerjini gücləndirir. Borc məsələlərində sərhəd qoy. Hamının yükünü sən çəkməməlisən. Pul sənin üçün alətdir, məqsəd yox. Düzgün istifadə etsən artacaq. Bugün maliyyə baxımından güclənirsən. Özünə inan. Qız. Pul mövzularında detallara diqqətin artır. Bugün hesab kitaba çox vaxt ayıra bilərsən. Xərclərini analiz etmək üçün ideal gündür. Lazımsız məsrəfləri kəsmək qərarı verə bilərsən. İş yerində maddi məsuliyyət arta bilər. Bu sənə etibar qazandıracaq. Kiçik, amma stabil qazanc planı yarana bilər. Risk etmədən irəliləmək istəyəcəksən. Borc və sənəd işləri üçün uyğun gündür. Detalları qaçırma. Axşam saatlarında maliyyə rahatlığı hiss edəcəksən. Pul axını yavaş, amma sağlamdır. Kiməsə maddi məsləhət verə bilərsən. Bu məsləhət sənə də fayda verəcək. Öz dəyərini aşağı qiymətləndirmə. Əməyin qarşılığını istə. Bugün qənaət gələcək bolluğun açarıdır. Pul enerjin düzənə girir. Səbrinin bəhrəsini görəcəksən. Tərəzi. Pul mövzularında balans axtarışındasan. Gəlir və xərclər arasında tarazlıq qurmaq istəyirsən. Bugün maddi qərarlar üçün tək qalmaq yaxşıdır. Başqalarının fikri səni çaşdıra bilər. İşlə bağlı pul söhbəti gündəmə gələ bilər. Maaş artımı ilə bağlı ümid yaranır. Gözəllik və zövq üçün xərclər arta bilər. Özünü sevindirmək istəyə bilərsən. Amma ölçünü bil. Orta yol ən doğru seçimdir. Axşam saatlarında pul xəbəri səni sevindirə bilər. Kiçik hədiyyə və ya bonus mümkündür. Borc vermək məsələsində tərəddüd edəcəksən. Daxili səsinə qulaq as. Pul enerjin münasibətlərlə bağlıdır. Düzgün seçimlər səni rahatladacaq. Maddi güvən hissi artır. Öz dəyərini bil. Pul sənin tərəfini tutur. Əqrəb. Pul mövzularında dərin düşüncələr içindəsən. Gizli qalan maliyyə məsələləri üzə çıxa bilər. Bu əvvəlcə səni narahat edəcək. Amma sonra rahatlama gələcək. Borc, kredit və ya vergi mövzusu gündəmdə ola bilər. Detalları diqqətlə yoxla. Gizli qazanc mənbəyi ortaya çıxa bilər. Bu sənin üçün dönüş nöqtəsi ola bilər. Riskli, amma planlı addım atmaq istəyəcəksən. Tələsmə, vaxtını gözlə. Axşam saatlarında maddi güc hissi artır. Pul üzərində nəzarətin güclənir. Kiməsə güvənərək pul vermə. Sənədlər önəmlidir. Öz dəyərini qorusan, pul da səni qoruyacaq. Bugün maliyyə baxımından güclənirsən. Daxili gücün artdıqca qazanc da artır. Səssiz, amma təsirli irəliləyirsən. Ox atan. Pul mövzularında geniş düşünürsən. Böyük planlar və hədəflər qurursan. Xaric, internet və ya təhsil ilə bağlı qazanc ideyası yarana bilər. Bugün gələcəyi düşünmək önəmlidir. Ani xərclər səni çətin vəziyyətə sala bilər. Azadlıq üçün pul xərcləmək istəyə bilərsən. Amma büdcəni unutma. İşlə bağlı yeni təklif pul baxımından maraqlıdır. Amma detalları yaxşı araşdır. Axşam saatlarında maliyyə ilə bağlı ümidverici xəbər mümkündür. Şans sənin tərəfindədir. Risk və fürsət arasında balans tap. Borc məsələsində açıq ol. Pul enerjin hərəkətdədir. Doğru istiqamət seçsən qazanc artar. Bugün maliyyə dərsi sənə yol göstərəcək. İnansan yol açılacaq. Oğlaq. Pul mövzularında ciddi və planlısan. Bugün məsuliyyət hissin artır. İş və karyera ilə bağlı qazanc ön plandadır. Rəhbərlikdən maddi mövzuda xəbər ala bilərsən.
Səbrinin qarşılığı yavaş-yavaş gəlir. Uzun müddətli planlar üçün ideal gündür. Xərclərini nəzarətdə saxlayırsan. Bu sənə güvən verir. Borc bağlamaq üçün uyğun zamandır. Maddi yük azalır. Axşam saatlarında rahatlama hissi gəlir. Pul enerjin stabil və güclüdür. Kiçik addımlar böyük nəticə verəcək. Öz dəyərini bil və tələb et. Bugün maddi olaraq möhkəmlənirsən. Zəhmətin boşa getmir. Səbr plan qazanc. Dolça. Pul mövzularında fərqli düşünürsən. Qeyri-adi qazanc ideyası yarana bilər. Texnologiya və internetlə bağlı gəlir ehtimalı var, bugün yaradıcılıq pul gətirə bilər. Ani qərarlar vermək istəyə bilərsən. Amma real tərəfi unutma. Dostlarla pul mövzusu açıla bilər. Ortaq iş ideyası gündəmə gələ bilər. Detalları dəqiqləşdirmədən razılaşma. Axşam saatlarında maddi xəbər səni sevindirə bilər. Azadlıq üçün pul xərcləmək istəyi var, amma balansı qorusan problem olmaz. Pul enerjin dəyişkəndir. Düzgün istiqamət seçsən axın güclənər. Bugün maliyyə baxımından öyrədicidir. Gələcək üçün fərqli yol açılır. Balıq. Pul mövzularında intuisiya ön plandadır. Daxili səsinə qulaq asmaq vacibdir. Bugün maddi mövzuda hisslərin səni doğru yönəldə bilər. Gözləmədiyin bir yerdən pul gələ bilər. Amma eyni zamanda ani xərclər də ola bilər. Yardım etmək üçün pul xərcləyə bilərsən. Bu səni mənəvi olaraq rahatladacaq. İşlə bağlı yaradıcılıq qazanc gətirə bilər. Musiqi, sənət və ya media mövzuları önə çıxır. Axşam saatlarında maddi rahatlama hissi gəlir. Pul qorxusu azalır. Öz dəyərini hiss etməyə başlayırsan. Borc məsələlərində aydınlıq yaranır. Bugün pul enerjin yumşaq, amma axıcıdır. İnansan bolluq gələcək. Daxili gücün qazanca çevrilir.